2026-cı ilin fevral ayında Azərbaycanda pərakəndə ticarət sahəsində vəziyyətlə bağlı göstəricilər açıqlanıb. Yeni Avaz.com Mərkəzi Bankın açıqladığı məlumatlara istinadən xəbər verir ki, fevral ayında pərakəndə ticarət sektorunda inam indeksi -3,7 olub. Bu isə o deməkdir ki, sahibkarların gələcəklə bağlı gözləntiləri əvvəlkinə nisbətən pisləşib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin eyni dövründə bu göstərici müsbət 10,5 idi. Bununla belə son 3 ay ərzində satışların artdığı görünür. Faktiki satış göstəricisi müsbət 23,8 olub və bu da 2025-ci illə müqayisədə bir qədər yaxşıdır. Digər tərəfdən mal ehtiyatları azalıb. Bu göstərici -12,5 olub. Bu isə o deməkdir ki, ya anbarlarda məhsul azalıb, ya da sahibkarlar ehtiyat toplamaqda daha ehtiyatlı davranırlar. Ən diqqət çəkən məqam isə gələcək gözləntilərlə bağlıdır. Sahibkarlar növbəti 3 ayda satışların kəskin azalacağını düşünürlər. Bu göstərici -47,4 olub. Eyni zamanda qiymətlərlə bağlı gözləntilər də dəyişib. 2025-ci ildə qiymətlərin düşəcəyi gözlənildiyi halda bu il qiymət artımı gözlənilir. Bu da bazarda inflyasiya riskinin artdığını göstərir. Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı da yaxın günlərdə 2026-cı il üçün inflyasiya proqnozunun artırıla biləcəyini açıqlayıb.